Salam, xoş gördük hər birinizi. Mən Verdiyev Almaz, Riyaziyyat müəllimiyəm. Bu günlər sizə 6-cı sinif mövzusu olan sadə və mürəkkəb ədədlər haqqında danışmaq istəyirəm. Artıq 6-cı sinifdə biz sadə ədədlər, mürəkkəb ədəd haqqında tanış oluruq. Sadə ədəd nədir? Dediyimiz kimi yalnız özünə və vahidə bölünən ədədlərə sadə ədədlər deyilir. Bir, heç birinə aid deyil, nə sadədir, nə mürəkkəb. 2, yeganə cüt ədəddir ki, o sadə ədəddir. Tərkiblərdə belə bir sual çıxa bilər qarşımıza, soruşa bilər ki, bütün mürəkkəb ədədlər, deyir ki, məsələn, təşkilatın hansı doğru deyil və orada deyir ki, bütün mürəkkəb ədədlər cütdür. Təbii ki, biz bu fikirlə və ya bütün cüt ədədlər mürəkkəbdir, bu fikirlə razılaşmırıq. Çünki yeganə 2 cüt ədəddir ki, o sadədir. Məsələn, bura 11 misal göstərə bilərik, 101 misal göstərə bilərik və s. Mürəkkəb ədədlər hansılardır? 2-dən çox bölən olsun, 25. 25-ə hansılar aiddir? 1-ə, 5-ə və özünə bölünür. Amma elə ədədlər var ki, mən bunları tapmaqda çətinlik çəkirəm. Biləmirəm bu sadədir, yoxsa mürəkkəbdir. Necə tapaq onları? Məsələn, bizə 173 ədədi verir. Deyir ki, bunun sadə və ya mürəkkəb olduğunu araşdır. Necə araşdırarıq? Əvvəlcə biz 173-dən təqribi kök alarıq. Təqribi kök almaq, kvadrat köklər 8-ci sinif mövzusudur. 8-ci sinifdə daha ətraflı keçəcək əslində bu mövzuyla. Amma təqribi kök almaq rahat üsuldur. Məsələn, 173 kök altında 169 ilə 196 yaxındır. 169-dan neçə çıxır? 169-dan 13, 196-dan 14. Baxırıq ki, 173 də bunların arasındadır. Onda kök altında 173-dən təqribi çıxır. 13 tam nə qədərdir? Məsələn, götürük 13 tam onda 5. Və biz 13 tam onda 5-ə qədər olan bütün sadə ədədləri yazırıq. Hansılardır? 13, 11, 7, 5, 3, 2. Əgər 173 bunların hər hansı birinə bölünərsə mürəkkəb, heç birinə bölünmürsə sadədir. 13-ə bölünmür, 11-ə bölünmür, 7-yə bölünmür, 5-ə bölünmür, 3-ə bölünmür və 2-yə bölünmür. Deməli, 173 ədədi sadə ədəddir. Davam edək. Bizə ədəd verir, deyir ki, bunun düsturunu yazaq. A-nın üstü N, B-nin üstü K, C-nin üstü M şəklində göstərə bilən ifadələrdə bir bizdən soruşa bilər. Sadə vuruqların sayını tapın. Sadə vuruqların sayı. Daha sonra soruşa bilər. Müxtəlif bəzi kitablarda, test kitablarında müxtəlif sadə vuruq, bəzi test kitablarında isə müxtəlif sadə bölən kimi göstərilir. Yəni bunlar eyni sözlərdir, qarışdırmayaq. Müxtəlif sadə vuruqların sayını soruşa bilər. Daha sonra sadə bölən. Sadə bölənin sayını. Dördüncü, natural bölən. Natural